Soyuq qış günləri davam eləyir. Əhval-ruhiyyəmizin, o cümlədən işlərimizin təşkili üçün hava proqnozunu əvvəlcədən bilməyimiz hamımız üçün çox əhəmiyyətlidir. Elə isə dekabrın 5-i bizi hansı hava şəraiti gözləyir? Milli Hidrometeorologiya Xidmətinin xəbərinə görə sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə yağıntının leysan xarakterli olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-10, gündüz 11-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət isə 80-90% təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 14-17 dərəcə isti. Dağlarda gecə 0-5 dərəcə aşağıda, gündüz 4-9 dərəcə isti olacaq.